Əziz dostlar, TikToker Arzum barədə deyirəm. Çoxları işi gücü atıb, hər zamanki kimi o xoşqədəm xanımın efirlərə baxdığı kimi xana nənələrimiz mənə sual verirdilər ki, bu Arzu xanımın məhkəmə məsələsi necə olacaq? Onun günahı var, yoxdur? Təbii ki, hakimlər qərar verəcəkdi və verdi. Mən deyirdim ki, iş kesiləcək, yəni onun hüküm oxuyacaq, tutulacağını deyirdim. Çoxları mənə sanki onu qərar verən mən imiş kimi qəzabla, zadla ağzına gələnlər deyirdilər. İndi həmən kəslərə deyirəm ki, nə oldu? Gördünüzmü? 5 il, 2 ay cəza kəsdilər, yəni ki, azadlıqdan məhrum etmək. Yəni bunu mən deyən hiss etdiyi şeyləri dedim də bugün baş verdi. Yəni bunu mən eləmədim ki, niyə görə məndən acıqlı sualın cavabı verəndə rəftar edirdiniz ki, hər zamanki kimi mən hisslərimin nə deyirsə onu sizə demişəm və o da bugün çıxdı. Neysə, qapıları Allah açsın. Bizim niyyətimiz kiminizə tutmağın, içəri keçməyin, qalmağından ləzzət almaq və ya imdad tutmaqda deyil. Amma hisslərimizin deməkdir. Bu oldu. Ona görə də bunları hər zaman dediyini düz görən adam olaraq təzədən zəlzələləri xatırladıram ki, olacaq. Büyük sellər daha çox olacaq, həm də daha çox gələn bu il və gələn illərdə bizi yandıracaq qədər istiliklər olacaq. Bunlara qarşı dua oxu, Allahdan istə və özünüz də biraz da düşünün, hərəkət edin ki, gələcək bəlalardan necə qorunmaq lazım olduğunuzu düşünün. İran savaşında daha böyüyəcəyini hər zaman demişəm. Allah uzaq eləsin və bunu da biz daha görəcəyik. Rusiya savaşı da, 3-cü Dünya Savaşı düzdür, biz bundan qorumaq çətin də olsa, amma bəzi radiasiyalara qarşı dərmanlar almaq olar. Yəni bu proqnoz ona görə xatırladım ki, yəni bunları da ardıcıl bu kimi proqnozları doğru görən, onu da görür. Neysə, bizim millətimiz bir şey baş verəndən sonra, olandan sonra deyən insanlar o, amma baş verəcək bir hadisələrə deyəndə xoşuna gəlməzlər çox. Sən bunu niyə deyirsən, filan deyirsən, ekstrasiyasın işini baş verəcək hadisələri və xataları sizlərə demək, eşitdirmək, çətin vəziyyətdə olan insanlara o vəziyyətdən necə çıxmaq lazım olduğunuzu yolları göstərmək budur, əziz dostlarımız. Mahnı oxumaq deyil, şənləndirmək deyil. Ona görə də bizim də proqnozlarımızı inciməyin haqqımız yoxdur. Arzuya da qapıları Allah açsın. Mən Arzu falan belə şeylərə baxan bir adam deyiləm. Belə şeylər mənim maraqlı da deyil. Onun nəysə də o necə bir həyatdır, o da budur. Sadəcə bir insandır. Təbii ki, istəməzdi ki, belə bir hadisə olsun. Qapını Allah açsın. Amma nə olacağını bugün hər kəs mənim verdiyim proqnozun bir daha şahidi oldu. Hansı ki, o insanlar xatırlayırsınız ki, o suallar mənə verənlər indi çıxıb yaza bilərsiniz ki, bəli, Nadir bəy, sizə o sualları vermişdir, şəxsi də. Siz də bizə belə cavab vermişdir. Bu da o nəticə. Deyərsiniz, əgər şəxsiyyətiniz, mənliyiniz varsa, həmən adamlar çıxsın desin ki, sənin dediyin oldu. Sağ olun, öpürəm.